Çempionlar Liqasının 8-də 1 finalında İngilis qətliamı. Siz kanalımıza abunə olun. Biz isə bütün 8 görüşün qısa taktiki analizini edək və eyni zamanda cavab görüşlərindən gözləntilərimizi paylaşaq. Beləliklə, əlbəttə ki, Çempionlar Liqası haqqında danışanda ilk öncə bu turnirin ən uğurlu və ən yaxşı komandası olan tarix ərzində əlbəttə ki, biz deyirik, Real Madriddən başlamaq lazımdır. Xatırlayırsınızsa, City-Real maçı öncəsində biz də bir növ palaza bürün, ellə sürün. Yəni hamı kimi, bütün bookmakerlər, bütün analitiklər kimi biz də City-ni bu cütlükdə favorit kimi görürdük. Əlbəttə ki, Çempionlar Liqasının xüsusilə də play-off mərhələsinin gözəlliyi ondan ibarətdir ki, sən saydığını say, gör fələk nə sayır və təkcə bu oyun yox, bir neçə başqa oyun bizim gözləntilərimizi əlbəttə ki, alt-üst etdi. Gəlin indi çox qısaca başa düşməyə çalışaq ki, Real Madridin City-ni belə dominant şəkildə darmadağın etməsi nə qədər Arbeloa'nın mükəmməl məşqçi olduğunu göstərir və Pep Guardiolanın taktik gedişlərində nə qədər pay var. Beləliklə nə baş verir? Xatırlayırsınızsa biz ehtimalımızı bölüşmüşdük ki, Real Madrid taktik cəhətdən çox effektiv komandadır. Bir şərtlə ki, bu komandada Vinicius və ya Mbappe plus bir mərkəz hücumçusu olur. Hansı ki, yarım müdafiəçilərin yerinə də işləyə bilir, yarım müdafiə xəttinə düşür və əlbəttə ki, Vinicius və ya Mbappe'yə uyğunlaşmağa çalışır. Bu dəfə əlbəttə ki, Arbeloa'nın ilk baxışda Mbappe'nin əlində olmaması onun üçün minus olsa da əslində Real Madridin hücumdakı əl qolunu tam açdı. Belə ki, Arbeloa rəqibini təəccübləndirmək üçün əslində 4-4-2 taktikasından istifadə etdi build-up fazasında və burada Arda Güler və Vinicius hər ikisi növbə ilə yanlış 9 nömrə mövqeyində oynadı. Bir tərəfdən oyunun əvvəlində, məsələn, bu fraqmentdə gördüyünüz kimi bu onunla nəticələnirdi ki, Real Madrid City-nin üstünə gedəndə Real Madriddə zonada boşluq var idi. Yəni əslində o boşluğu hansısa bir nominal hücumçu doldurmalı idi. Amma digər tərəfdən həmin boşluğu çox tezliklə məncə heç kim mübahisə etməz ki, təkcə bu oyuna görə yox, ümumiyyətlə Real Madridin və dünya futbolunun ən yaxşı müdafiəçilerindən biri Fede Valverde öz sünkar intellekti ilə bu boşluğu doldurdu. Biz bilmirik bu nə qədər Arbeloa'nın işidir, nə qədər Valverde'nin işidir. Amma hər halda həm məşqçidən buna instruksiya gəlməlidir, həm də oyunçunun özünün qabında olmalıdır. Amma adətən belə situasiyalarda hibrid həllər olur. Yəni ki, həm oyunçu bunu başa düşür, həm də ki, məşqçi buna instruksiya verir. Beləliklə, Valverde'nin belə şişirtmə olmasın deyək, dahiliyinin sirri hardaydı? Baxın, o çox ustacasına City-nin müdafiəçilərinin arasına girərək o boşluqdan maksimal şəkildə istifadə etdi. Məsələn, komandanın vurduğu bu qolda necə Valverde'nin bu hərəkət etdiyi açıq-aydın şəkildə görünür. Digər tərəfdən isə adama adam tutmağa, yəni personal pressingə, man markinqə öyrəşmiş City üçün Real Madridin hansı hücumçunu tutmağı çox böyük bir sual idi. Çünki əlbəttə ki, sol cinahda Vinicius'u Husanov öz sürəti ilə neytrallaşdırmalı idi. Amma bəzən Arda Güler çıxırdı, bəzən Fede Valverde çıxırdı və nəticədə City oyunçuları bu oyun planında iflasa uğradılar. İkinci gediş, belə ki, Real Madrid ötən il Arsenal'a məğlubiyyətdən nəticə çıxararaq müdafiədə bu dəfə 4-4-2 yox, 5-4-1 taktikası ilə otururdu və burada da çox maraqlıdır ki, oyun əvvəlində City'nin sol cinah wingeri olan Dokuya qarşı Real Madrid müdafiəsinin ən zəif müdafiə planında bəndi olan Trent Arnold-Alexander idi. Əbəs yerə deyil ki, ilk 15 dəqiqədə Doku ilə Trent arasında 3 dəfə duel oldu. Onun ikisini Doku utdu və birində hətta normal pas atsaydı City hesabı da aça bilərdi. Məsələn, bu epizoda baxaq. Bundan sonra nə dəyişiklik baş verir? Belə ki, əvvəldə əgər burada biz Trent Arnold-Alexander zənn etsək, Fede Valverde buradaydı, amma sonra mövqe rotasiyası eləyirlər. Trent yarım cinaha keçir, tam cinahda isə Fede Valverde oynamağa başlayır Dokuya qarşı və xetrik edən adam bundan artıq nə etsin ki, soruşa bilərsiniz. Valverde Doku ilə 12 dəfə təkbətək dueldə oldu. Onun 10'unu qazandı. Yəni bu futbolçunun nə qədər fantastik maç keçirdiyini başa düşmək üçün, yəni biz bütün bu keyfiyyətlərini deyirik və sonra da deyirik ki, həmçinin bu adam 3 qolla da fərqləndi. City-nin özünə gəldikdə isə City-nin build-up'ı bildiyimiz kimi adətən cinah müdafiəçilərinin aktiv şəkildə hücuma töhfəsini verməklə baş verir və onlar eyni zamanda məsələn əgər sağ cinahdan hücum baş verirsə, o zaman City-nin sol cinah müdafiəçisi də yuxarı qalxaraq bir növ rəqibi özünə çəkir. Amma bu maçda
Pepin ilk imtina etdiyi mexanizm əlbəttə ki, burada Mateus Nunes oynatmamaq oldu. Çünki Pep həddindən artıq Vinicius'dan qorxdu. Yəqin ki, o yadına Vinicius'la Fernandinho'nun duelini yadına saldı və sonra Vinicius'la da Kyle Walker'ın duelini yadına saldı. Çünki Vinicius Fernandinho'nu məhv etmişdi, amma Kyle Walker Vinicius'la olan, mən bilən 2 maçda yanılmıramsa 14 duelin 12-sində qalib gəlmişdi. Vinicius heç bir şans tanımamışdı. Ona görə də daha etibarlı, sürətli və nominal müdafiə planı gücü olan Xusanovu buraxdı. Bunda da gediş ondan ibarət idi ki, Xusanov müdafiə blokunda durur və komanda build-up'ı arxadan eləyəndə 2 mərkəz müdafiəçisinə qoşularaq 3-2-5-in elə bir üçlüsünü təmin edir və City-nin yeganə Real Madridə təqdim etdiyi primitiv ssenari Doku'nun cinahını bombardman etməkdir. Əslində burada bombardman etmək Trent Alexander-Arnold'un cinahına söhbət gedir. Çünki düşünülürdü ki, Trent Real Madrid müdafiəsinin ən zəif bəndidir. Çünki Trent hücum planında şahanə futbolçu olsa da müdafiə planında Liverpoolda da belə çox problemli idi. Ona görə də Doku'nu Trentlə birə-bir saxlasın, amma Arbeloa birinci hissənin əvvəlində xüsusilə birinci qoldan sonra Trentlə Fede'nin mövqeyini dəyişdirdikdən sonra bu priyom iflasa uğradı və Pep heç bir yeni bir ideya təqdim edə bilmədi Real Madridə. Ona görə də birinci hissədən sonra ikinci hissənin əvvəlində əgər komandalar arasında qol olmalıdırsa, o qolu Real vurmalıdır. İkinci məqam isə qorxunun göstəricisi Pep adətən çox praqmatik və kontrol futbolu oynayır. Bir növ bunun da taktiki düzülüşdə anlayışı nədir? Adətən double pivot, yəni 2 dayaq yarım müdafiəçisi ilə belə top oyunlarda oynayır ki, onlar əgər rəqibin mərkəzdən girişi baş verirsə onun qarşısını alsınlar. Bu adətən Rodri və Reinders ola bilir, amma bu maçda Pep həddindən artıq riskli taktika seçərək 4-1-4-1-i seçdi. Üstəlik sağ cinahda da Ryan Şerkini buraxmadı. Nəzərə alaq ki, Real Madridin problemi təkcə Trentin öz sağında olması deyildi. Komandanın solunda da oynayan Mendy əslində Real səviyyəsində bir futbolçu deyil. Bu cinahı da City kifayət qədər effektiv şəkildə darmadağın edə bilərdi, ən azı sınaya bilərdi. Amma bunların heç biri olmadı. Ona görə Real Madrid çox komfortlu qələbə qazandı. İndi cavab görüşündən gözləntilər nədən ibarətdir? Çünki biz düşünürük ki, bir neçə çox böyük hesablı nəticələr əldə olunub və hardasa orada remontada, yəni geri dönüş və ya geri dönüşün işartıları olmalıdır. Bu görüşdə həmin işartı ola bilərmi? Əslində məntiqlə baxsaq bizim düşüncəmiz ondan ibarətdir ki, Pep Realdan qorxmağın başını buraxacaq. Çünki komanda 0-3 hesabı ilə geridən başlayır. Çox vacibdir Realda Kylian Mbappé qayıdıb-qayıtmayacaq. Çünki Kylian Mbappé qayıdacağı təqdirdə Mbappé ilə Vinicius əlbəttə ki, vazkeçilməz fiqurlardır və əgər City kifayət qədər intensiv pressing etsə, hansı ki bu oyunda bu arada pressingi də City'nin problemlidir. Bir tərəfdən müdafiə xətti komandanın yuxarıda idi, amma digər tərəfdən Real Madridin birinci qolunda baxın necə rahat şəkildə Courtois'a imkan verilir ki, uzun pas atsın, hansının ki nəticəsində Fede Valverde hesabı açır və bununla da oyunu dəyişir. Yəni City bizim fikrimcə intensiv pressing edəcək. Daha bir düşüncə ondan ibarətdir ki, bu dəfə axır ki Ryan Şerki əsas heyətdə çıxacaq. Çünki Şerkinin qeyri-standart düşüncələri var. City bir növ sağ cinahı Doku'nun sayəsində yükləyir və sol cinahda topu Şerki atır ki, Şerki həm birə-birlərdə effektivdir, həm də qeyri-adi ideyalarla gəlmə, qeyri-adi həllərdə çox effektiv futbolçudur. Amma səmimi olsaq əlbəttə ki, Real Madridin nəzərə alsaq ki, birinci maçda 5-4-1 taktikası ilə müdafiə olması çox effektiv idi. City bu müdafiə xəttini yara bilmirdi. Burada yenə də taktikanı qoyaq bir qırağa, hər şey psixoloji elementdən asılı olacaq. Yəni əgər City maçın ilk 20 dəqiqəsində qol vura bilərsə, kontrolu əldən verməyib klassik Pep üslubunda oynamağa davam etsə, bu cütlükdən nəsə çıxa bilər City üçün. Amma əgər səmimi fikrimizi soruşsaz, bizim düşüncəmiz ondan ibarətdir ki, bu hardasa Atletico Madrid və Barcelona duelinə oxşayır. Ən yaxşı halda City comeback-ə yaxın olacaq, amma yenə də Real Madridin üstünlüyü həddindən artıq çox böyükdür və üstəlik Real Madrid özünə komfortlu ssenaridə oynayacaq. Çünki biz əlbəttə həmişə qeyd edirik ki, 4-4-2-də 2 nəfər pressing etməyəndə qabaqda bu problemdir. Amma Real Madrid çox rahat şəkildə 4-4-2 və ya 5-4-1 taktikası ilə müdafiədə oturacaq və bununla da əks hücumlarda rəqibini cəzalandıra bilər. Ona görə düşüncəmiz ondan ibarətdir ki, mini sensasiya, yəni hansısa bir erkən qırmızı kart və ya çox absurd 2 dəqiqənin ərzində necə Liverpool Barcelona 2019-da vurmuşdu, 2 gol olmayacağı təqdirdə Real Madrid bir qədər çətinlik çəksə də Bavariya ilə özləşəcək. Biz həmin oyunda əlbəttə ki, analizini edəcəyik, amma siz sual versəz ki, Real Madrid keçmiş dahi Madrid qayıdıbmı? Yox deməzdik ona, amma bu yenə də Real Madridin son 2 mövsümdə belə bir növ öz nəhəng səviyyəsi standartları ilə böyük oyunlarda aldığı uğursuz nəticələrdən sonra çox böyük bir nəticədir və əlbəttə ki, bizim düşüncəmiz odur ki, Real Madrid növbəti maçda da işi bitirməyə yaxın olacaq. İndi isə ən xaotik oyunlardan biri Liverpool Galatasaray. Əlbəttə ki, istənilən Galatasaraylı azarkeşin bir tərəfdən çox ciddi ümidi var ki, Galatasaray bu komandadan keçə bilər.
Digər tərəfdən çoxlu suallar var Qalatasarayın özünə də. Ən əsas əlbəttə ki, Qalatasaray nəyin hesabına həddindən artıq çox effektiv olur? Burada taktika ilə yanaşı yenə də psixoloji məqam da var. Psixoloji məqam, yəni sözün yaxşı mənasında Qalatasaray oyunları xaotik edir. Əgər Carlo Ancelotti dövründə Real Madrid bunu beyinlər olan Luka Modric və Kroosla edirsə, Qalatasaray bunu Osimhen və inanılmaz qatqılı winger oyunu sayəsində edir. Bu maçda da məsələn Noah Langla Barış Alper Yılmaz fantastik futbol oynadılar. Barış Alper ümumiyyətlə həm Juventusda hər iki oyunda rəqibə qırmızı aldırdı. Bu maçda isə həm Miloš Kerkezi sarıda otuzdurdu, həm də ki sonra Virgil van Dijk'a sarı aldırdı. Yəni Qalatasarayın bu hardasa sistematik, xaotik oyunu komandanın iki oyunda işinə yarayıb. Gəlin başımız qarışmasın deyə taktikanı bu oyuna adaptasiya edək. 2 dəfə Liverpoolu məğlub etdiyinə görə gəlin Qalatasaraya qırmızı olmaq haqqını tanıyaq. Birinci oyunda nə baş verdi? Qalatasaray topsuz şəkildə oynadıqda 6-2-2 taktikası ilə oynayırdı və burada Noah Lang bir tərəfdən bəzi Qalatasaray azarkeşləri ona tənqid etdilər ki, o qədər də uğurlu oyun oynamadı, amma əslində Noah Langın topsuz oyunu çox mükəmməl idi. Komanda həddindən artıq çox xeyir verdi. Amma maçın əvvəlində Qalatasaray çox böyük risk edərək qapıdan oynamağa çalışdı və təsəvvürünüzə götürün ki, 5-ci dəqiqədə komanda hesabı açır, amma 5-ci dəqiqəyə qədər qapısına zərbə ilə nəticələnən 3 ciddi səhvə yol verdi. Ən ciddisi bu idi. Burada əslində Florian Wirtz bir qədər dəqiq olsaydı Liverpool hesabı açardı və oyun tam başqa məcrada davam edə bilərdi. Cavab görüşündə Qalatasarayın dadına nə çata bilər, nə kömək edə bilər və ya komanda nə mane ola bilər? Əlbəttə ki, Qalatasarayın bayaq psixoloji məqamı dedim. Çünki Qalatasarayda bu danılmaz faktdır ki, komanda həm nəticələri ilə, həm oyunu ilə evdə və səfərdə iki bir-birinə tanınmaz halda olan iki fərqli komandadır. Bunun da əsas səbəbi ondan ibarətdir ki, Qalatasarayın ən yaxşı bacardığı oyun modu bir növ hardasa Simeone Atletico Madrid-lə müqayisə etmək olar. Simptomatik, epizodik, amma düşünülmüş pressing və əgər o pressing xüsusilə rəqibin cinahlarında o pressing uğurla bitmirsə, o zaman orta bloka oturmaq və rəqibini orta blokda qarşılayıb vertikal toplarla yenə də rəqibini cəzalandırmağa cəhd etməkdir. Çünki rəqibin çiyninin arxasından qaça bilən çox effektiv Osimhen var və Osimhen birinci maçda da qələbədə birbaşa pay sahibi oldu. İndi Liverpoolun iki özəlliyi var. Birinci olaraq Slot Galatasaray maçından sonra bildirdi ki, komandada ciddi dəyişikliklər olacaq. Bizim interpretasiyamız ondan ibarətdir ki, bu söz əlbəttə ki, birbaşa olaraq Muhammed Salaha ünvanlanıb. Salah bərbad formadadır və əslində onun pis forması ötən mövsümün martından başladı, amma adam İngiltərə çempionatının ən yaxşı oyunçusu seçildi. Möhtəşəm ilk 7 ayı var idi. Üstəlik Salah İngiltərə çempionatının tarixinin ən yaxşı wingeri sayıla bilər. Ona görə Slot İngiltərə çempionatı qazanmasına rəğmən yenə də hələ ki o boyda avtoriteti yoxdur ki, Salahı belə cəsarətli addımlarla, məsələn Luis Enrique sayağı istənilən halda öz ulduz oyunçusunu ehtiyata göndərsin. Amma düşüncə ondan ibarətdir ki, bu maçda bu baş verəcək. Çünki Muhammed Salah çıxdıqdan sonra əgər fikir verdinizsə, Frimpongla artıq Qalatasarayın cinah müdafiəsi bir qədər daha çox gərginləşməyə başladı. Çünki Frimpongun Salah qədər driblinqi olması da sürəti və cərimə meydançasına servisi var. Liverpoolun problemləri əlbəttə ki, birinci maçda komanda layiq oldu ki, məğlub olsun. Məğlubiyyətin əsas səbəblərindən biri ondan ibarətdir ki, qapanan rəqibə qarşı komanda çoxlu saylı opsiyalar verə bilmədi. Məsəl üçün bir epizodu diqqətinizə çatdırmaq istəyirəm. Burada Liverpool bir neçə dəfə bu oyun ərzində bunu etdi və uğurla etdi əslində birinci hissəsini. Bu da nədən ibarət idi? Biz hamımız çox gözəl bilirik ki, bardaqçı nə qədər mükəmməl futbolçu olsa da müdafiə planında, qorumaq planında, amma adam tez-tez öz mövqeyini tərk etməyə meyllidir və məsələn üçün bəzi hallarda 2-2, bəzi hallarda bu epizodda Soboslay özünə bardaqçını çəkir, amma onun arxasına əslində oyunçu qaçmalıdır. Yəni sizdə bu adi bir epizod kimi görünür. Bunun da səbəbi ondan ibarətdir ki, nə Ekitike ora qaçır, nə Florian Wirtz və ya Muhammed Salah ora qaçır və Salahın oyun stili deyil o. Ona görə də Liverpoolun hücumdakı kəsəri ancaq limitlənmişdi kornerlərlə. Biz onu bildirmişdik ki, Florian Wirtzin oyuna alınmayanda və Florian Wirtz çox qeyri-sabit mövsüm keçirir. Komanda topla nə edəcəyini bilmir və nəticədə Liverpoolun yeganə qol silahı ya rəqibi pressingdə boğaraq səhvə təhrik etmək və oradan epizodlar əldə etmək. Komanda elə Aston Villanı məğlub etmişdi. Komanda elə az qala Galatasaray maçının əvvəlində 3 dəfə qol vura bilərdi. Ya da ki, kornerlərdə ötən videoda etdiyim isnadı bir daha təkrarlayım ki, West Ham'ı 5-2 məğlub edəndə 4 qol kornerdən gəlmişdi və bu maçda da çox güman ki, standartlar Liverpoolun ən əsas açar silahlarından biri olacaq. Galatasarayın digər bir üstünlüyü Liverpool qarşısında nə ola bilər? Liverpoolun həm də arxaya oturmaqla, hesabı qorumaqla bağlı problemləri var. Belə ki, komanda İngiltərə Premyer Liqasında 90
90+da 8 qol buraxıb və bunun haqqında həm Slot, həm Virgil van Dijk, hətta Szoboszlay da danışıb. Yəni bu artıq Liverpool tərəfindən də etiraf olunmuş bir problemdir. Yəni misal üçün belə bir oyun ssenarisi ola bilər ki, Liverpool 2 top fərqi ilə öndədir və Qalatasaray risk edir və Qalatasaray hansısa ümidi varmı bu riskdən nəsə götürməyin, Liverpoola qarşı bu şanslar olacaq. Çünki Liverpool dediyimiz kimi oyunun sonunu bitirə bilmir və təzyiq altında əslində müdafiəsi həddindən artıq zəif qalır. Çünki əgər Liverpoolun hücumunda Salah problemli oyunçudursa, Konate bu mövsümün birinci yarısının o prime dövründə idi. Sadəcə Qalatasaray maçda bəxti gətirdi ki, Barışın aktiv hərəkətini daha çox aktiv kimi hesab etdi hakim və ikinci qolu saymadı. Həmin qolunda bir növ müəllifi Konate idi. Uzun sözün qısası, əgər Liverpool ilə Qalatasarayın arasında nə pis ssenari olar və Qalatasaray üçün. Çünki Liverpool komanda olaraq həddindən artıq yaxşıdır və komanda ara-sıra partladır. Yəni bir növ o yığılır və birdən vulkan püskürür. Qalatasaray əsas çalışmalıdır ki, erkən qol buraxmasın. Çünki həmin o partlayış Liverpoolda olsa, məsələn, Ekitike birinci oyunda təkbətəkə vura bilmədi. Bu hamısı psixoloji təzyiqin nəticəsidir. Əgər bu partlayış olsa, Liverpool Qalatasarayı çox çətin vəziyyətə sala bilər. Amma bütün digər ssenarilərdə əlbəttə ki, Qalatasaray həm 2 top fərqi ilə geridə olacağı təqdirdə Liverpoolu sıxıb qol əldə edə bilər. Bu komanda kifayət qədər qol buraxır arxada. Eyni zamanda effektiv müdafiə bloku ilə Liverpoolun chance creation'ını ancaq standartlara və ya hansısa bir pressingdə itirilən toplara buraxa bilər. Bu da ki, Liverpool üçün dayanıqlı bir həll deyil. Siz necə fikirləşirsiniz? Qalatasaray Anfielddə tarix yaza biləcəkmi, yoxsa son söz Liverpool'a məxsus olacaq? Biz isə keçək Barcelona-Newcastle maçına. Hansi Flick maçdan sonra da səmimi şəkildə etiraf etdi ki, Barcelona 1-1 etməkdə bəxti gətirdi. Çünki komanda bərabərlik qolunu 90+6-cı dəqiqədə vuranda bu Barcelonanın rəqib qapısına çərçivəyə vurduğu ilk zərbədir və yeganə zərbə idi, hansı ki, məhsuldar bitdi. Gəlin görək Barcelona niyə belə pis oynadı və bu Camp Nou-da təkrarlanacaqmı? Sözün həqiqi mənasında bütün metriklərdə Barcelona aparıcı oyunçuların hamısı çox bərbad oyun keçirdi. Onların biri məsələn Pedri'nin pas dəqiqliyi cəmi 80% idi. Yamalın pas dəqiqliyi 67% idi və Yamal ümumiyyətlə Holl'la mübarizədə cəmi 2 dəfə rəqibini driblingdə keçə bilmişdi. Bundan əlavə Lewandowski komandanın ən ucab oyunçularından biri 7 hava duelinin 6-sını məğlub olmuşdu. Yəni bu niyə baş verdi? Birinci səbəb ondan ibarətdir ki, Newcastle Barcelona'nın pressing oyununu bir qədər həkk edə bildi. Yəni bir qədər sındırıb, bir qədər keçə bildi. Əlbəttə ki, Barcelona'nın özünün də pressingi klassik, amansız pressing deyildi. Hansi Flick Atletico Bilbao ilə maçda olduğu kimi bu dəfə də bir qədər konservativ yanaşdı. Amma Newcastle'ın bu pressing keçmə metodu nədən ibarət idi? Hansından ki, həm Real Madrid Xabi Alonso rəhbərliyi altında, həm də ki, Simeone rəhbərliyi altında Atletico Madrid istifadə edir. Bu da ondan ibarət idi ki, topu daima yuxarı qalxan və ya öz mövqeyində olan bir neçə pasdan sonra cinah müdafiəçisinə ötürürlər və cinah müdafiəçisi vertikal pasla topu uzağa vurur. Bunun da səbəbi nədən ibarətdir? Çünki Barcelona'da man markingdir, personal pressingdir və adətən bir oyunçu, yəni uzaq cinahda olan müdafiəçi boş qalır və bunu da rəqiblər artıq metodik şəkildə öyrənə biliblər. Digər tərəfdən Newcastle-ın məşqçisinin çox maraqlı bir seçimi var idi. Eddie Howe bu oyunda Osulanı buraxdı. Osula Newcastle-ın hücumçuları içərisində bəlkə də sonuncu yerdədir prioritet o baxımından. Amma Osulanın nəyi var? Osulanın bir də özəlliyi var, o da onun sürətidir. Çünki Osulanın hesablanması ondan ibarət idi ki, adam əgər oynayacaqsa, bu zaman Barcelona'nın yüksək xəttini cəzalandıra bilərdi. Ümumiyyətlə Barcelona dediyimiz kimi o qədər də yüksək xəttini oynamadı, amma oynayacağı təqdirdə də Osula aləti var idi ki, hansı ki, istənilən anda rəqibi cəzalandıra bilərdi. Üçüncü tərəfdən əlbəttə ki, Yamalın da pis oynamağın ən böyük səbəblərindən biri adətən onun yaxşı oynaması üçün Jules Koundé var. Lakin Jules Koundé'nin yerinə burada komandanın Barcelona'nın bəlkə də ən böyük axil dabanı olan Araujo oynadı. Araujo baxmayaraq ki, bu dəfə mərkəz müdafiəçisi deyildi, cinah müdafiəçisi idi. Buraxılan qoldan birbaşa pay sahibi idi. Baxın, buraxılan qolda adam öz mövqeyinə qaçmaqdansa ki, barınsı tutsun, sadəcə gəzir və buradan adamın qazancı nə olur ki, o çox yaxşı baxış açısına malikdir həmin qolda. Yəni yenə də birbaşa olaraq əgər sadəcə öz mövqeyinə qayıtsaydı Araujo, çünki o uzaq dirəkdir. Uzaq dirəki isə həmin mövqeyin müdafiəçisi Araujo tutmalı idi. Amma adam gəzə-gəzə gedirdi öz cərimə meydançasına və bunun nəticəsində komanda qol buraxdı. Yamala qarşı isə artıq yeni trend əmələ gəlməyə başlayır. Yəni Yamalı çox məşqçilər tutmağa çalışırlar 1-2 oyunçu ilə. Amma Alonso da bunu etdi, Simeone da bunu etdi. Yamala qarşı oyun nədən ibarətdir? Yamalı personal pressing etməkdənsə, çünki bunun mənası yoxdur, onun cinahını yükləyirlər ki, məcbur olsun Yamal izolyasiyada qalsın. Və yenə də bu metod işlədi. Bizim cavab görüşündən gözləntilərimiz əlbəttə ki, ilk öncə Erik Garcia'nın qayıtması çox vacibdir. İkinci, Barcelona'nın bu dəfə kimə stavka verəcəyi
böyük bir sualdır. Çünki Ferran Torres daha optimal seçim kimi görünür. Çünki Lewandowski bir qədər yavaşdır, ikinci mərtəbədə çox effektivdir, amma Newcastle müdafiəçiləri ikinci mərtəbədə çox güclü olduqlarına görə Lewandowski birinci oyunda cəzalandırdılar. Amma ikinci oyunda əgər Ferran Torres olarsa belə asta gəl, amma fiziki güclü Newcastle müdafiəçilərinin başına ağrıda bilər. Bir də əlbəttə ki, Barcelona bir qədər o seçim etməlidir ki, risk edərək yenə də yüksək xəttlə oynasın. Çünki bu maçda bəxti gətirdi ki, komanda 90+7-də heç elədi. Atletik Bilbao ilə maçda komanda qələbə qazanmaya bilərdi. Orada da 1-0. Bəli, bir tərəfdən biz sevinirik ki, Barcelona müdafiədə çox epizod buraxmadı, Newcastle-da belə. Amma digər tərəfdən bu Barcelona hücum gücünü də azaldır. O biri seçim əlbəttə ki, bizim gözləntimiz ondan ibarətdir ki, Barcelona bu dəfə də hər iki cinahı aktiv şəkildə işlədəcək. Amma Rafinha'nın da bu qədər effektiv olmamasının səbəbi əlbəttə ki, Balde'nin yoxluğudur. Çünki Balde tam cinahı bağlayır. Cancelo bunu edirsə də o səviyyədə etmir. Ona görə də günün sonunda Barcelona böyük təcrübəli komanda kimi layiq olduğundan bir addım öndə bir nəticə ilə Camp Nou-ya geri dönür. Əlbəttə ki, yenə də siz bizdən soruşsanız ki, bizim gözləntimiz nədir? Nəsə burada katastrofik bir şey olmalıdır. Ya uğursuz, həm yenə də Ron Araujo'nun faktoru olmalıdır ki, Barcelona çox uğursuz bir ssenariyə düşsün və hansısa çətin bir vəziyyətə düşsün ki, o vəziyyətdən çıxmaq, Newcastle-ın 4-1 finala qatılmaq şansı artsın. Bizim gözləntimiz ondan ibarətdir ki, bu bərabər oyun olacaq, Barcelona'nın bir qədər üstünlüyü olacaq. Barcelona'nın amma texnikası, oyun planı həddindən artıq cilalanmışdı ki, Newcastle klassik olaraq belə məntiqi futbol dilində danışsaq, bir top fərqi ilə məğlub edə bilsin. Əlbəttə 85-ci dəqiqədə məsələn Barcelona 2-1 hesabı ilə öndə olsa, Newcastle dəyişikliklər edərək hücuma riskə gedib öz qapısında daha 2 gol buraxa bilər və hesab 4-1 qurtara bilər. Amma oyunun məntiqi ondan ibarətdir ki, bu çox yaxın oyun olacaq. Barcelona hesabda geri olanda da oyuna qayıda bilir, amma bunun qayıtması üçün Flick müdafiə xəttini qaldırmalıdır. Biz daima onu tənqid edirik ki, müdafiə xəttini qaldırmağın fəsadları var, amma məncə bu oyunda onun başqa çıxış yolu yoxdur. İkinci bir məqam əlbəttə ki, Newcastle-ın belə fiziki oyunu oynamağa 90 dəqiqə gücü çatacaqmı? Çünki İngiltərə çempionatında da, hətta Qarabağla da oyunda biz görürük ki, komanda birinci hissəni dominant oynayıb, ikinci hissədə sönür. Hətta Flick oyundan sonra onu bildirdi ki, gözləmirdi ki, Newcastle 90 dəqiqə bu qədər intensivliklə oynayacaq. Çünki Barcelona bu intensivliyin öhdəsindən gələ bilmir, məcbur olub Newcastle oyunu oynasın və Barcelona intensiv oyunu o qədər də yaxşı oynayan komanda deyil. Siz necə fikirləşirsiniz, əziz Barcelona azarkeşləri? Bu oyunda da sizi baş ağrısı gözləyir, yoxsa Barcelona Newcastle öhdəsindən rahatlıqla gələcək? İndi isə keçək növbəti İngilis faciəsi olan Chelsea PSG maçına. Əlbəttə ki, Chelsea City və ya Tottenhamdan fərqli olaraq darmadağına layiq olmadı. Amma burada baş məşqçinin birbaşa qərarı var idi ki, o bu qərara görə məsuliyyət daşıyır. Belə ki, Rosenyor son maçlarda Jorgensenə etibar edir. Komandan baxmayaraq ki, əsas qapıçısı Sanchezdir və maçın həlledici anında 75-ci dəqiqədə qırılma anında Jorgensenin çox bəsit səhvi bu qola gətirib çıxardı Vitinha tərəfindən və bundan sonra Chelsea biraz açılmağa başladı. Hansından ki, maksimal şəkildə meydana sonradan girmiş Xriça Kvaratskhelia istifadə etdi və Chelsea-ni darmadağın etdi. Beləliklə demək olar ki, bu cütlüyün də taleyini həll etmiş oldu. Burada Jorgensenə niyə görə Rosenyor stavka edir? Bunun əsas səbəbi ondan ibarətdir ki, Rosenyorun fikrincə Jorgensen qısa paslarda daha effektivdir. Salam əleykum, yəni burada ironiya ondan ibarətdir ki, Jorgensen qısa pası yaxşı ata bilmir. O qədər də çətin olmayan vəziyyətdən və komandanın evini yıxır. Əlbəttə ki, daha pragmatik Enzo Maresca olardısa, burada qapıda Sanchez durardı və Maresca'nın rəhbərliyi altında Chelsea belə top rəqiblərlə individual yaxşı hazır idi. İkinci tərəfdən əlbəttə ki, Chelsea-nin daha bir problemi nədən ibarət idi ki, Chelsea kifayət qədər Pedro Netonu istifadə etmədi. İndi Pedro Neton'da bol boyla olan konfliktinə görə oyunçunun cəzalanmaq ehtimalı var. Əgər maçlar arası cəzalanarsa, Chelsea ikinci oyunda da nadir üstünlüklərindən məhrum olacaq. Çünki Marquinhos zədədən sonra çox bərbad formadadır. Onu əvəz edən Zabalotna da çox pis formadadır. Ona görə Marquinhos oynadığı təqdirdə belə, məsəl üçün bu maçda 3 dəfə Pedro Netonu buraxdı və qolların biri məhz həmin boşluqdan gəldi. Amma Chelsea kifayət qədər o cinahdan istifadə edə bilmədi və nəticədə əlbəttə ki, çox acınacaqlı bir hesabı aldı öz qapısında. Və başqa bir maraqlı faktordan ibarət idi ki, klublararası dünya çempionatından Luis Enrique yaxşı dərs öyrəndi. Belə ki, Kukureyanı öz mövqeyinə görə Desire Doué yox, Zaire Emery tuturdu. Bunun da səbəbini Enrique oyundan sonra belə izah etdi ki, Doué hücumçudur. Yəni onun qeyri-standart trayektoriya ilə hərəkət edən Kukureyanı buraxmaq şansı daha çox idi. Ona görə də Zaire Emery'yə bu iş tapşırıldı. Amma yenə də PSG-nin o pressing oyununda boşluqlar var. Məsəl üçün birinci qolda
Bu dəfə artıq Barkola məsuliyyət daşıyır Malo Gustoya, hansı ki bir qədər az dinamikdir Kukurela müqayisədə, amma baxın görün belə sadə şəkildə öz oyunçusunu itirir və bərabərlik qolunu Chelsea bu boşluqdan vurur. PSG əlbəttə ki Enrique'nin özünün dediyinə görə ötən mövsümün ikinci yarısını və klublararası dünya çempionatının indi bədəlini ödəyir. Komandanın pressing oyunu daima işləmir, daima boşluqlar olur. Amma belə rəqibi öz məngənəsinə saldıqda istənilən komandanı darmadağın edə bilər. Ona görə də PSG-nin rəqibi 4-1 finalda əgər çıxacaqsa əlbəttə Galatasaray Liverpool olacaq təqdirdə belə komandanı yaralamaq, bir növ dişləmək olar. Çünki PSG ideal deyil və bu adı gözlə də görünür. Amma yenə də Çempionlar Liqasının qalibidir və kifayət qədər ciddi məşqçi layihəsidir və gördüyümüz kimi də məşqçinin kifayət qədər avtoriteti var ki, Desire Doué kimi, Barcola kimi oyunçunu 55-ci dəqiqədə əvəz edir, Xvişanı ehtiyatda saxlayır və heç kimin də ruhu incimir. Siz necə fikirləşirsiniz? Chelsea-nin bu matça geri dönmə şansı və ya comeback eləmək şansı varmı? Yoxsa artıq komandanın qatarı gedib? Növbəti oyun bəlkə də əvvəlcədən gözlənilən, proqnoz edilən İngilis faciəsidir. Bu Tottenham'dır. Tottenham əslində mən bəlkə də Atletico Madrid Tottenham'a mərhəmətlə yanaşdı. Çünki burada komanda rəhbərliyi katastrofik bir məşqçi təyinat edib. Tudor çox bərbad bir məşqçidir və bu maçda onu bütün elementləri ilə göstərdi. Belə ki, Tudor son 3 maçda 9 qol qapısından buraxmış, Vicarionu ehtiyata ataraq Kinskini meydana çıxardı. Kinski ilk 15 dəqiqədə 3 kobud səhv etdi və ondan sonra Kinskini əvəz edəndə ona heç belə təsəlli də vermir. Üstəlik, baxın, Tottenham çox kritik bir dönəmdə olan bir komandadır. Komanda 2026-cı ildə Premyer Liqada hələ ki qələbə qazanmayıb və bu komandaya məşqçi gələndə məşqçinin ilk işi oyunu sadələşdirmək, oyunu bəsitləşdirməkdir. Hardasa Tottenham qədər qlobal olmasa da Manchester United Ruben Amorim'dən sonra Karkin gəlişi və ya Xabi Alonso'dan sonra Arbeloa'nın gəlişində bax bu addım atılır. Çünki əvvəlcə suları durultmaq lazımdır, sonra onun üzərində nəsə qurmaq lazımdır. Tudor nə edir? Tudor ilk oyunda Arsenal'la 3-5-2 taktikasıyla oynayır. 3-5-2-də adətən hücuma meyilli cinah müdafiəçisi olan Pedro Porro üçlüyün sağ mərkəz müdafiəçisi olur. Sonra çempionat oyunda Fulham'la maçda taktikanı 4-2-3-1-ə qaytarır. Sonrakı oyunda komanda 4-3-3 taktikasını oynayır və nəticədə yenə də Atletico Madridə gələndə komanda 3-4-3-ə qayıdır və bu əlbəttə ki bizim fikrimizcə bəlkə də İngiltərə Premyer Liqası tarixində Frank de Boer'un o 7 maçda Crystal Palace'ın aldığı 7 məğlubiyyət antirekordunu təkrarlayacaq bir antirekorddur və ola bilsin ki Liverpool əgər Tottenham'ı bazar günü darmadağın edərsə, mən istisna etmirəm ki, Tudor göndərildi. Komanda geri dönə bilərmi? Atletico Madrid özü ideal deyil. Atletico Madrid müdafiədə boşluqlar buraxır. Təzyiq altında Madrid sıxılır, sınır. Amma bu hardasa Hindistan kinosu ssenarisinə oxşayır. Hardakı məşqçi qovulur, yeni məşqçi gəlir və bu yeni məşqçi komandanın keçmiş oyunçusu və daima əvəzedici məşqçi olan Ryan Mason deyil. Komanda bir növ cuşa gəlir və Tottenham Stadiumda sensasiyanı törədir. Yəni bizim fikrimizcə ikinci maçda da Atletico birinci hissədə dominant futbol oynayaraq 1-2 gol vuraraq bütün taleyini həll edəcək. Siz necə düşünürsünüz? Burada möcüzəyə ümid var, yoxsa artıq iş işdən keçib? Lakin İngilis klublarının içində bir mənalı şəkildə ən yaxşısı və biz əminik ki, İngiltərə çempionu olmalıdır bu komanda. Arsenal Bayer Leverkusendən güclə canını qurtardı. Burada əsas səbəb nədən ibarətdir? Bayer Leverkusen 3-4-3 taktikası ilə meydana çıxdı, amma Hillman çox ağıllı şəkildə taktikanı müdafiə planında 4-5-1 etdi. 4-5-1 etmənin məqsədi nədən ibarət idi? Oyundan sonra Hillman bildirdi ki, əsas məqsəd adətən belə ssenarilərdə 5-4-1 otururlar, amma 5-4-1 bir qədər müdafiə meyilli taktikadır. 4-5-də isə Arsenal'ı orta sahədə dominantlıqdan məhrum etmək istirdi komanda və hücum fazasında o beşliyin bir oyuncusu olan Grimaldo 10 nömrə mövqeyinə girirdi. Hardasa əgər Arsenal budursa sol və sağ yarımcınaqlarda və buna qarşı Arsenalın hər hansı bir həlli yox idi. Arsenal bəzən də xaotik şəkildə Zubimendi və ya Rice öz mövqeyini buraxaraq onun dalınca getməli olurdu və nəticədə Arsenal çox sönük və bərbad bir oyun keçirdi. Üstəlik Arteta bir tərəfdən çox ona yaraşdırmam, amma qorxaq dəyişiklik etdi. Gyökeres'i Kai Havertzlə dəyişməklə, amma sonradan çox progressiv bir dəyişiklik edərək heç bir zədəsi olmayan, amma sönük futbol, ümumiyyətlə sönük mövsüm keçirən Sakanı, komandanın liderini Madueke'yə dəyişdi və hətta biz vizual olaraq görürdük ki, Madueke meydana girəndən sonra komandanın oyunu tam dəyişdi o cinahda və hətta bərabərlik qolunun penaltisində məhz Madueke'nin driblingi yaratdı. Oyun daha bir ironiyası ondan ibarət idi ki, Bayer'in
qolu Arsenalın öz silahı ilə vuruldu. Yəni kornerlərdə, cərimə meydançasında, qapıçı meydançası qarşısında xaos yaradaraq komanda topu uzaq cinaha yönəltdi və oradan qol gəldi və çox maraqlı bir skrinşot da var. Baxın, Arsenalın standartlar üzrə məşqçisi Nikola Jover Hülmanda yaxınlaşdı, onunla söhbət etdi. Maçdan sonra Hülman bildirdi ki, Jover ondan soruşurdu ki, siz də bizim kimi eləyirsiniz və Hülman da cavab verdi ki, siz də eləyirsinizsə biz niyə eləməyək? Cavab görüşündə bizim gözləntilərimiz nədir? Arsenal bu dəfə artıq belə lağlağı yanaşmanı tərk etməlidir. Yəni Arsenal bizim fikrimizcə bu dəfə daha praqmatik, amma intensiv pressinqlə oynayacaq. Praqmatik mən nə edirəm? Çünki Arsenal müdafiə blokunun atasıdır. 4-4-2 də fantastikdir topsuz oyunda. Amma Arsenal bu maçda intensiv pressinqli çatışmadı. Məncə Arsenal bu maçda o qədər də enerji sərf etmədən minimal hesabla qələbə qazanmağı gözləyirdi. Amma gücbala ilə məğlubiyyətdən canını qurtarandan sonra nəzərə alsaq ki, Arsenalın 4-1 final mərhələsindəki rəqibi Sporting və ya Bodo Glimtdir. Yəni bu Real Madrid, PSG, Barcelona, Bavariya deyil. Ona görə Arsenal bu maçda Bayer Leverkusen'i intensiv pressinqlə boğacaq. Nəzərə də alaq ki, Bayer Leverkusenin həssas olduğu oyun elementi məhz intensiv pressinqdir. Bunun sayəsində məsələn Bayer Leverkusen'i qrup mərhələsində, liqa fazasında Olympiakos da məğlub etmişdi. Ona görə də biz Arsenalın böyük bir faciə olmayacağı təqdirdə, necə ki Barcelona Newcastle-da edəcək, eyni şəkildə, amma daha inamlı şəkildə qələbə qazanacağını gözləyirik. Siz necə fikirləşirsiniz? Burada yenə də sensasiya qoxusu gəlir, yoxsa gözləntilərimiz özünü doğruldaraq Arsenalı rahat şəkildə 4-1-ə yollayacaq? Norveç möcüzəsinə keçməmişdən öncə gəlin Avropanın 2 ən yaxşı komandasından biri olan və bəlkə 1 ən yaxşı komandasından biri olan Bavariya München haqqında danışaq. Siz bir tərəfdən fikirləşə bilərsiniz ki, Atalanta üzərində səfərdə darmadağın nə deməkdir? Bavariyanın qabağına komanda çıxmayacaq, yoxsa bu hardasa Atalantanın da bir növ məsuliyyətidir? Çünki əslində burada da İngilis faciəsinin imzası var. Belə ki, komanda Atalantaya 6 qol vurur və həmin maçda Harry Kane İngilis ehtiyatda qalır. Çünki Harry Kane əminəm ki, ehtiyat oyunçular skamyasından baxaraq düşünürdü ki, kaş mən də bu oyunda forma geyərdim. Çünki ən azından 2-3 qolum da olardı. Bavariyanın bu qədər inamlı qələbəsinin 2 səbəbi var. Birinci olaraq Bavariyanın öz oyun prinsipinə sədaqətidir. Biz Çempionlar Liqasının 4-1 final mərhələsi çərçivəsində əlbəttə ki, Bavariya haqqında çox geniş şəkildə danışacaq. Komanda kompaniya rəhbərliyi altında necə təkamül prosesini sürətləndirir, necə dəyişir. Uzun sözün qısası əlbəttə biz bir dəfə də Bavariya haqqında verilişlərində onun haqqında danışmışıq. Komanda cinah yükləmələrinə gedir. Komanda həddindən artıq mövqe rotasiyalarına əl atır və mövqe rotasiyaları sayəsində məsəl üçün bəzən mərkəz müdafiəçisi olan Jonathan Tah ya sol cinah vingeri və ya sağ cinah vingeri mövqeyinə gələ bilir. Ən maraqlı rotasiyalardan biri Nicholas Jackson ilə Olise'nin arasında olurdu. Belə ki, Jackson mərkəzdə başlayaraq sağa yıxılırdı. Olise isə əksinə olaraq, paralel olaraq sağdan mərkəzə girirdi. Bu, komandaya qarşı müdafiədə man markingi oynamağı bir növ sıfırlayır və onu darmadağın edir. Amma burada əlbəttə ki, gənc və istedadlı məşqçi olan Rafael Palladino'nun da taktik gedişlərində etdiyi səhvlər də öz nəticəsini verdi. Belə ki, Atalanta bütün mövsüm boyu 3-4-3 taktikasıyla oynayır. Bu da müdafiə planında artıq 5-li müdafiə deməkdir. Və 5-li müdafiə əgər mövqe müdafiəsində oturursa, Bavariya kimi dominant, cinahlardan dominant hücum edən komanda üçün bir qədər çətinliklər yaradır. Amma son bir neçə oyunda Palladino 4-4-2 taktikası ilə eksperimentlərə başladı. Bu Udinese maçda həddindən artıq çox yaxşı effekt verdi. Bavariyada isə tam olaraq iflasa uğradı. Bunda çox sadə səbəb var. Udinese Bavariya əlbəttə deyə bilərsiniz. Hə, amma dərinə girsək, bunun əsas səbəbi ondan ibarətdir ki, əgər sən 4-4-2 oynayırsansa, baxın Real Madriddə Mbappe, Vinicius olanda da, əgər sən topa daha çox sahib olursansa, o zaman bu taktika işləyir və rəqibin əzilməyində çox böyük bir yardımçı olmuş olur. Lakin əgər sən topa az sahibsənsə, o zaman iki hücumçu sənə topsuz məkanda çox qaçış verməyəcək. Nəticədə sənin iki oyunçun bu və ya digər yolla pressingdən qopmuş olacaqlar və əlbəttə ki, rəqib əgər 2-2-6 taktikasıyla build-up edirsə, birə-bir epizodlar yaradıb səni darmadağın edəcək. Udinese ilə maçda, misal üçün, Atalantanın topa sahib olmaq faizi 70 idisə, Bavariya ilə bu 31 idi və bu taktika əlbəttə ki, darmadağın olundu. Hardasa Qarabağın evində Newcastle-dan məğlubiyyətini oxşatmaq olar. Hesab olaraq da eynidir. Oyun ssenarisi olaraq eyni oldu. Əlbəttə ki, Palladino çox gənc məşqçidir və gələcəkdə öyrənəcək. Amma hələlik onun Çempionlar Liqasındakı macərası tam bitir. Bavariya isə bütün gücü ilə 4-1 finalda çox güman ki, Real Madridə hazırlaşır, amma kiminlə düşəcəyindən asılı olmayaraq komanda növbəti mərhələ yarımfinala adlamaq üçün çox ciddi bir favorit olacaq. Biz isə
sonuncu matça keçək. Əlbəttə ki, bu Norveç möcüzəsidir. Budo Glimtdir. Budo Glimt xarüqələr yaratmaqda davam edir. İstənilən neytral azarkeşin əminəm ki, sevimli komandasıdır. Biz bu komanda haqqında ayrıca video çəkəcəyik. Çünki Budo Glimt həm taktiki, həm psixoloji aspektlərdən dərin analiz edilməyə layiqli bir komandadır. Əslində örnək götürüləsi bir komandadır. Qısaca Sportinglə danışsaq, bu maçda Sportingdə nə işləmədi? Birinci olaraq Budo Glimtin sistematik 4-4-2 bloku məcbur etdi ki, Sporting cinahlardan oynasın. Sporting isə ən böyük özəlliklərindən biri yarım cinahlarda rəqibi cəzalandırmaqdır və xətlər arasında boşluq əldə etməkdir. Budo Glimt rəqibi bundan məhrum etdi və Sportingin də buna verdiyi ssenari ancaq asmalar oldu. Xaotik şəkildə əlbəttə ki, asmalar idi və yenə də ilk qolu vurduqdan sonra Budo Glimt rəqibi əks hücumda, eyni zamanda vertikallaşmış oyunda darmadağın etdi. Bu oyunda da Portuqaliyada hansısa bir sensasiya gözləyə bilərikmi? Əslində Sporting Budo Glimti sıxa bilsə və Budo Glimt səfərdə bir qədər fərqli oynayır, komandanı çətin vəziyyətə sala bilər. Amma məsəl üçün bu mövsüm Galatasaray ilə oynadığı dövrdə bunu daha əminliklə demək olardı. Çünki ötən mövsümdə Avropa Liqasının 4-1 finalının cavab görüşündə də Lazio Budo Glimti darmadağın etdi. Sadəcə bəxti gətirmədi ki, hesab 2-0-dan artıq olmadı əsas vaxtda. Amma bunun da səbəblərindən biri nədən ibarət idi ki, Budo Glimt Galatasaray necə səfərdə oynayırsa, elə öz qapısına qapanırdı. Lakin ilk 4 turdan sonra komandanın işləri yaxşı getmədiyi halda Knudsen özü də sonradan etiraf etdi ki, komandanın yanaşmasını dəyişdi, oyunu sadələşdirdi. Yəni 4-4-2 bloku ilə müdafiə olunaraq vertikal oyuna stavka etməyə başladı və bu özünü tam şəkildə doğruldur. Çünki Manchester City üzərində qələbədən başlayaraq Budo Glimt artıq 5 dalbadalda qələbə qazanmaqda davam edir və 4-1 finalın bir addımlığındadır. Siz necə fikirləşirsiniz əziz dostlar? Hansı oyunda, İspan dilində bunu deyim çünki bu İspan dilində gözəl səslənir, remontada baş verəcək? Hansı oyunda remontadaya yaxın bir ssenari olacaq? Fikirlərinizi şərhlər bölməsində bildirməyi unutmayın. Bu uzun videonu bəyəndinizsə like düyməsini sıxın ki, gələcəkdə də belə videolar çəkməkdə davam edək.